Çatır yani bu xəstə uşaqdır. Bu ən çox yemək, siqaret, məsələn, bax qazlı su, işıq pulu verə bilmirik, köməklik kimisi. Bebe neçə ildir baxırsan? 40 yaşı var, 40 ildir düzdür? Hə, onu mən kimizdir? 40 gün. Danışsan uşağım. O kimə bilim uşağım mən. Qırx günlük uşağı zibil vedrəsinə atan anaları da görmüşük. Sənin kimi 40 il baxanı da gördük. Allah sənə ömür versin, bizdən narahat olma. Mən də sizin yanınızdayım. Allah sizə ömür versin. Rasim, ürəyin nə istəsə qardaşın səni alıb gətirəcək. Hər ay, hər gün, yaxşı? Bir də həkim lazımdır, işləmə. Ancaq səndən istəyir həkimə sən aparım. Mən ürəyimi sıxmada da gəlmişəm burada da, narahat olma. Yox, bilirsən uşağım, çox əzab çəkmişik biz yəni. Çox mən əzab çəkmişəm bu neçə illərdir bu kənddə yaşayıram. Yəni bu uşaq hələ bir düşür qapı, mən dözə bilmirəm bir ana kimi ya. Çox gezir, siqaret pulu içsəm, yoxdur deyən olur, məsələn, söyləyən olur. Dözə bilmirəm bir ana kimi uşağım, sənə deyirəm bu dərdim. Kim söyür? Yəni görsən... Bir yaşlı qadın var, ruhu xəstə oğlu ilə qalır. Oğlun 40-dan yuxarı yaşı var da. Yaxşısan? Adın nədir sənin? Rasim. Rasim. Rasim, nə edirsən Rasim? Bebe, sizin adınız nədir? Nəzakət, Nəzakət bebe. Sizin neçə yaşınız var? 59, 59. Rasimin neçə yaşı var? mən 40. Rasimin 40 yaşı var. Görüşüm səndən. Sağ ol, Allah sən kimi. Başqa ürəyin nə istir alım sana? Sigaretlər burada gizlətmişsin. Bura qoy, arkaya qoy. Anama ekip yaparım, qayğın xəstədir. Anava həkimə aparmaq istəyirsən? Mən apararam. Açaq telefonu. Açsan ürəyin istəyir aparım səni. Onda özünlə daşlarsan, gör. Hə, ola. Ver mən daşıyım. Narahat olma. Həll edəyək. Özünü daşlar. Sağ olun. Evinizi görmək olar. İşıqlarınızı yandır Rasim. Yandırırsın. Buranın içindeyim. Hə, gördüyünüz kimi elə Rasimlə anası burada yaşayırlar. Xalqın var? Qalacaq. Hə.